Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-sindən başlayan küləkli hava şəraiti ayın 29-undan tədricən zəifləyəcək. Qurumdan Reala verilən məlumata görə, ölkə ərazisində əsasən yağmursuz hava müşahidə olunacaq. Bugün və sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturunun 28-33 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləcək. Havanın maksimal temperaturu Aran rayonlarında 35-39, bəzi yerlərdə 40 dərəcəyə yaxın, dağlıq ərazilərdə isə 25-30 dərəcə isti olacaq. Güclü külə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də təhlükəsizlik qaydalarını bir daha xatırladır. Nazirlik xüsusilə çimərliklərdə istirahət edən vətəndaşlara müraciət edir. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etməyə, qeyri-çimərlik ərazilərindən, nəzarət olunmayan təhlükəli ərazilərdən çimərlik məqsədi üçün istifadə etməməyə, küləkli hava şəraitində dalğalı dənizə daxil olmamağa çağırış edir. Əsas da valideynlər uşaqları nəzarətsiz buraxmasınlar. Vətəndaşlar yalnız qanuni çimərlik ərazilərindən və xilasedicilərin mövcud olduğu ərazilərdən çimərlik məqsədi üçün istifadə etsinlər. Həyat və sağlamlıqlarını digər ərazilərə daxil olub təhlükəli ərazilərdə təhlükəyə atmasınlar. Biz də qurumların çağırışlarına qoşulur, vətəndaşları hava şəraitini nəzərə almağa və təhlükəsizlik qaydalarına əməl etməyə səsləyirik.